Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun müşaviri Məmməd İbrahim Dövlət Təhlükəsizlik Xidmətində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində istintaqa cəlb ediliblər. Hələlik onlara ittiham elan olunmayıb. Bu barədə Report İnformasiya Agentliyində məlumat verilib. Bundan əvvəl agentlik cinayət işi ilə bağlı araşdırmalar çərçivəsində onların Dövlət Təhlükəsizlik Xidmətində dindirildiyini yazıb. Həmçinin Milli Şuranın sədri Cəmil Həsənlinin də dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldığı bildirilib. Onun sözü gedən cinayət işi üzrə şahid qismində cəlb edildiyi qeyd edilir. Eyni zamanda Cəmil Həsənlinin ölkəni tərk etmək istədiyi iddia edilir. Belə ki, sabiq deputat Dubaya getmək istəyirmiş, lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Reportun verdiyi digər məlumata görə dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb.